Əvvəllər biz bu vaxtlarda məktəbin həyətində dairə yaradıb voleybol oynayırdıq. Amma indiki uşaqlar çətin bunu eləyə bilsinlər. Çünki hava bir gün elədi, bir gün də belə. Deyəsən doğrudan da elə havaya nəsə buraxıb fəsillərin genini dəyişiblər. Onsuz son vaxtlar fikirləşirdim ki, son zəng yaxınlaşdıqca nə əcəb söz-söhbətlər çıxmır ortaya. Axır ki, o dırnaq arası mübarək xəbər gəldi. Son zəng üçün pul yığan direktor xəbəri özünü çox gözlətmədi. Bakıda 207 sayılı məktəbin direktoru son zəngə görə pul tələb eləyirmiş. Ya qiymətlərdə xəbər, ya mən çox belə bu xambaların özünə də sual verim. 50 manat uşaqlardan yurt verirdirsə, düzdür, az da dəftər 50 manat gedirdirsə, o tədbirə nə qədər qiymət verir? Məbləğ ən gözəl məbləğ. Səs yazıları ortaya çıxandan sonra bu direktorun elə son zəngi oldu. Çünki onu işdən azad eləyiblər. Amma bu o demək deyil ki, digər bu fəsildən olan adamlar bu xəbərdən dərs çıxaracaq. Baxarsınız, gələn ildə bu əmələ görə kimsə işindən olacaq. Analoji hadisələr həmişə bir-birini təkrar eləyir. Çünki artıq məsələ təfəkkürümüzə oturub. İllərdir bu çarx eyni qaydada işləyir. Düzdür, əvvəlki kimi sayı çox deyil. Amma yenə də rastımıza çıxır. Sözüm ondadır ki, köhnədən qalan təfəkkür bizi irəli aparmır. İmişlidə qələbə günü ilə bağlı SSR bayrağı qaldırıblar. Səhnədə danışan sədrin də yaxasında Georgi lenti olub. Bir nəfər də çıxıb demir ki, abala bu nədir, siz nə edirsiniz? Sizin qaldırdığınız bayraq ümumiyyətlə mövcud deyil. Biz bu bayramı öz igidlərimizin göstərdiyi şücaətə görə qeyd edirik. Azərbaycan 2-ci Dünya müharibəsinin nəticəsini həll edəcək dərəcədə iştirak eləyib. Nəysə, sözüm onda deyil. Yaxasına Georgi lenti vurub çıxan sədr elə bilib ki, 1946-cı ildə Rusiyada hansısa bir məktəbin həyətində çıxış eləyir. Musiqisinə qədər hər şeyi dəqiq ayarlayıb. Heç Kremlin qabağında belə təntənə olmur. Rusiyanın özündə SSR bayrağı asılmır. Mənə maraqlıdır ki, orada o qədər adam var. Niyə biri demir ki, mövcud olmayan bayrağı niyə asmısan? Ağsaqqallar Şurasının idarə heyəti bir yerdə qərar verib ki, sədrimiz adımıza ləkə gətirən iş görüb, onu uzaqlaşdırmaq lazımdır. Məncə o heyət birinci bayraq asılanda bilməli idi, nə var, nə yox. Şuradan uzaqlaşdırılan sədr Salih Məmmədovla bağlı maraqlı məlumatlar ortaya çıxıb. Şuraya sədr seçiləndən ruspərəst mövqeyi gözə girirmiş. Otağında Stalinin büstü və SSR bayraqları var imiş. Bu da onu göstərir ki, lent heç təsadüfən taxılmayıb. Bu bir qırağa. Hələ deyilənə görə paytaxtda çox saylı villaları, restoranları, tikinti şirkəti də var imiş. Və məsələ bundan bitmir. Deməli, İmişlidə Kral Şadlıq Sarayı, Kral Çay şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt şirə zavodu, hipermarketi, kalbasa sexi, malqara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istixanası var. Ay oğlum, bu qədər işin içində bir də şuraya sədr keçmisən. Bir nəfəs al, aç yaxavı nəfəs al. Məncə bu sədri tək uzaqlaşdırmaq lazım deyil. Göndərək ömrünün gerdə qalan illərini Yekaterinburqda yaşasın. Tayqa meşəsinin oksigeni ilə xoşbəxt olsun. Ya da ki, Yaroslavlə göndərə bilərik. Fonda da bu mahnı. Neysə, qaydaq öz gündəmimizə. Azərbaycanda bir nəfər keçmiş müdürünə donuz dediyi üçün 1000 manat cərimə olub. Buradan hansı nəticəyə gəlirik? Müdürün indisi keçmişi olmurmuş. Söz dedinsə qanun getdi. Donuzun heç özünün qiyməti 1000 manat deyil. Amma adını çəkmək 1000 manat imiş. Sonra deyirsiniz ki, donuz haramdır, bu coğrafiyada dəyəri yoxdur. Donuza elə ən böyük dəyər bizdəymiş. Heç gör qoyun sözünə görə o qədər cərimə tətbiq eləyirlər. Burada da ikili standart görürük, xəbəriniz olsun. Bu arada Alatavada qanunsuz söküntü işləri aparan Melisa qrupun sahibini ev dustaqlığına buraxıblar. İndi söktüyü evlərin məhkəməsini öz evində oturub gözləyəcək. Bəzi adamlar elə bilirdi ki, hadisə oradaca unudulub getdi. Gördüyünüz kimi unudulan və yaddan çıxan heç nə yox imiş. Təbii ki, buraxılışımızın dadı duzu olan dələduzluq haqqında danışmasam ayıb olar. Deməli, bir turizm şirkəti 60 nəfər zəvvarı ziyarətə göndərmək adı ilə pullarını alıb. Amma onları zəvvar eləyə bilməyib. Ona görə də bu turizm şirkətinin rəhbəri həbs edilib. Bu adamlar mümkün bütün hər yerdə varlar. Alqı-satqı saytında, turizm sahəsində, işə düzəltmə agentliyində, TikTok, Instagram hər yerdə var. Koronavirus bundan yaxşı idi. Ondan peyvəndlə qurtula bilirdik. Bu dələduzlardan mümkün deyil qurtulmaq. Əvvəllər bu coğrafiyada söz sənətdən daha güvənli idi. İndi sözə inanmaq ümumiyyətlə tarixə qovuşub. Sənədi də saxtalaşdırırlar. İnsanların saxta ola bildiyi bir dövrdə sənədin orijinalı da yaranı sağaltmır.